Hamıya salam. Bugünkü videoda 27 aprel 2025-ci il tarixində keçirilmiş 9-cu sinif buraxılış imtahanının izahını paylaşacağım. Başlayaq sualların izahına. 57-ci sual. Ölçüləri 3, 5, 8 olan düzbucaqlı parallelepipedin tam səthinin sahəsini hesablayın. S tam bərabərdir 2 vurulsun AB üstəgəl AC üstəgəl BC. Verilənləri yerinə qoyub yazaq. 2 vurulsun 3 vur 5 üstəgəl 3 vur 8 üstəgəl 5 vur 8 bərabərdir. 2 vurulsun 15 üstəgəl 24 üstəgəl 40. 2 vurulsun 79. Doğru cavab olur 158. 58-ci sual. Sabir və Vahid müəyyən sayda qələmi elə böldülər ki, Sabirə 39, Vahidə isə bütün qələmlərin 48% çatdı. Nə qədər qələm var idi? Vahidə qələmlərin 48% çatdısa, onda Sabirə 100 çıxılsın 48, yəni 52% çatır. 52% 39-a bərabərdir. Əgər 52% 39-a bərabərdirsə, 100% x-ə bərabər olar. X bərabərdir 100 vurulsun 39 bölünsün 52. 13'ə bölürük 3, 13'ə bölürük 4. 100 bölü 4 25, 25 vur 3 75. 59-cu sual. İfadənin qiymətini hesablayın. Modulda mənfi 7,5 bərabərdir 7,5 çıxılsın 3,3 bölünsün 2 bərabərdir 4,2 bölünsün 2. Doğru cavab olur 2,1. 60-cı sual. Qrafikə əsasən düz xəttin bucaq əmsalını tapın. Qrafikdən görünür ki, bu düz xəttin qrafikidir. Y bərabərdir kx plus b. X-in yerinə 2 yazanda y 4 qiymətini alır. 4 bərabərdir 2 vurulsun k üstəgəl b. B funksiyanın y oxunu kəsdiyi nöqtədir. Funksiya y oxunu 0 nöqtəsinə kəsdiyinə görə b 0-a bərabər olur. Buradan da k bərabər olur 2-yə. 61-ci sual. Tənliklər sistemindən ifadənin qiymətini tapın. Yuxarıdakı tənliklər sisteminin hər tərəfini 2-yə vuraq. 2y çıxılsın 2x bərabərdir 20. Y üstəgəl 2x bərabərdir mənfi 23. Tərəf-tərəfə toplasaq islah olur. 3y bərabərdir mənfi 3, y bərabər olur mənfi 1-ə. X bərabərdir y çıxılsın 10. Yəni mənfi 1 çıxılsın 10. X-in qiyməti olur mənfi 11. 4y çıxılsın x hesablayaq. 4y mənfi 4-dür çıxılsın x. X-in qiyməti də mənfi 11-dir. 11 çıx 4 cavab olur 7. 62-ci sual. İfadəni çoxhədli şəklində göstərin. İlk öncə 2x kvadratı üstəgəl 3y mötərizə xaricdən çıxardaq. 2x kvadratı üstəgəl 3y birincidən çıxartdıq. Yerdə qalır 2x kvadratı üstəgəl 3y üstəgəl 2x kvadratı çıxılsın 3y bərabərdir. Müsbət 3y mənfi 3y-lər gedir. Yerdə qalır 2x kvadratı üstəgəl 3y vurulsun 4x-in kvadratı. Vurub atsaq 4 vur 2 8x üstündə 4 üstəgəl 12x kvadratı y. Doğru cavab olur B variantı. 63-cü sual. İfadənin qiymətini hesablayın. İlk öncə mötərizənin içərisindəki ifadənin qiymətini hesablayaq. 2 tamdan 1 tamı çıxanda qalır 1 tam. Üstəgəl kəsirləri çıxaq. Ortaq məxrəc 9-dur. Birinci kəsirin hər tərəfini 3-ə vurduq. İkinci kəsir olduğu kimi saxladıq. Bərabərdir 1 tam 9-da 2. Mötərizənin içərisindəki ifadənin qiyməti oldu bu. Daha sonra 1 tam 9-da 2-ni düzgün olmayan kəsir şəklində yazaq. 9-da 11. 9-da 11 bölünsün 7 tam 3-də 1. Bölünsün 7 tam 3-də 1-i düzgün olmayan kəsir şəklində yazaq. 3-də 22. Bərabərdir 9-da 11 vurulsun, ikinci kəsrin tərsi 22-də 3 bərabərdir 2, 3, 6-da 1. Daha sonra 6-da 1 ilə 4-də 3-ün cəmini hesablayaq.
Ortaq məxrəc 12-dir. Birinci kəsrin hər tərəfini 2-yə, ikinci kəsrin hər tərəfini 3-ə vururuq. Cavab olur 12-də 11. D variantı. 64-cü sual. Radiusu 19 olan çevrənin mərkəzindən 25 sm məsafədəki nöqtədən çevrəyə qədər olan ən kiçik məsafəni tapın. Çevrə təsvir eləyək. Radiusu 19-dur. Çevrənin mərkəzindən 25 sm məsafədə bir nöqtə qeyd edək. 25 sm A nöqtəsi. Və bu nöqtədən çevrəyə qədər olan ən kiçik məsafə, yəni buranı soruşur. Əgər buranın uzunluğu 25, buranın uzunluğu 19-dursa, onda ən kiçik məsafə olacaq 25 çıxılsın 19, yəni 6. 65-ci sual, ifadəni sadələşdirin. X kvadratları ixtisar gedir, Y-in biri ixtisar gedir. Buradakı A ilə buradakı A ixtisar gedir, burada qalır A üstündə 7. 5-ə bölürük 3. Burada qaldı 3, burada qaldı 5. İndi yazaq. 3, Y bölünsün A üstündə 7 vurulsun 2 bölünsün 5. Bərabərdir. 3 vur 2, 6 Y bölünsün 5 A üstündə 7. Doğru cavab olur D variantı. 66-cı sual. Tərəfi 10 olan ABCD kvadratında M və N uyğun olaraq BC və CD tərəflərin orta nöqtələri olarsa, AMC N dördbucaqlısının sahəsini tapın. Kvadratın tərəfi 10-dur. M və N orta nöqtəsi isə buralar olur 5. AC diaqonalını çəksək, AMC N dördbucaqlısının sahəsini yarıya bölmüş olur. Biz ayrı-ayrılıqda bu üç bucaqların sahələrini tapıb toplasaq, cavabı tapmış olarıq. Birinci AMC üçbucağının sahəsinə baxaq. Tərəf 5-dir. 5 vurulsun. Tərəfə çəkilən hündürlük budur. AB. AB-nin də uzunluğu 10-dur. Bölünsün 2. Bərabərdir 25. Bu üç bucaqlar bir-birinə bərabərdir. Deməli, AMC N dördbucaqlısının sahəsini tapanda 25-i 2-yə vurmaq lazımdır. Doğru cavab olur 50. 67-ci sual. İki zər eyni zamanda bir dəfə atıldıqda üst-üzə düşən xalların cəminin 6-dan kiçik olmaması hadisəsinin ehtimalını tapın. İki zər eyni anda atılır. Mümkün halların sayı olur 36. İndi əlverişli halların sayını hesablayaq. İlk öncə 6-dan kiçik olması hadisəsinin ehtimalını tapaq. 1, 1, 1, 2, 1, 3, 1, 4. 1, 5 olsa 6'ya bərabər olur. Daha sonra 2, 1, 2, 2, 2, 3. 3, 1, 3, 2, 4, 1. Bu qədər. Cəmi 10 dənə əlverişli hal oldu. Bu 6-dan kiçik olması hadisəsidir. 36'da 10. Bizdən isə 6-dan kiçik olmaması hadisəsinin ehtimalını soruşur. Deməli, həmin hadisənin ehtimalını tapmaq üçün tamdan 36'da 10'u çıxmaq lazımdır. Qalır 36'da 26, 18'də 13. 68-ci sual. Əbob 32-68 vurulsun, Əkob 32-68 hasilini hesablayın. Əbob AB vurulsun, Əkob AB-nin cavabı A vur B-yə bərabər olur. Yəni 32 vurulsun 68 hasilini hesablasaq doğru cavabı taparıq. Doğru cavab olur 2176. 69-cu sual. Sinifdəki şagirdlərin sayı 30-dan çox, 40-dan isə azdır. Onları həm 2-2, həm də 3-3 oturtmaq mümkün olarsa, sinifdə neçə şagird var? Həm 2-yə bölünən, həm də 3-ə bölünən ədəd 6-ya bölünür. Deməli, şagirdlərin sayını 6x ilə işarə edə bilərik. Bu 6x 30 ilə 40 arasında yerləşir. 30 ilə 40 arasında yerləşən və 6-ya bölünən ədəd 36-dır. Deməli, sinifdə 36 şagird var. 70-ci sual. Ədədlərdən hansılar bərabərsizliyi ödəyir? X kiçik bərabərdir 4. 4-dən kiçik olan ədədlər 2, 4 və 5. Daha doğrusu 1, 2 və 5-ci variantlar.
71-ci sual. AD 15, AB 7, BC CD-yə bərabər olarsa, BC-ni tapın. BC CD-yə bərabərdir. AD 15-dir, AB isə 7-dir. Deməli, bura olur 8. Əgər bu iki parça bir-birinə bərabərdirsə, 8-in yarısı olur 4. Deməli, doğru cavab olur C variantı. 72-ci sual. Bərabəryanlı üçbucaqda yan tərəfə paralel olan orta xəttin uzunluğu 4-dür. Üçbucağın perimetri 22 olarsa, oturacağın uzunluğunu tapın. Şəkli təsvir elədik. Bu orta xətdir və uzunluğu 4-ə bərabərdir. Bura 4-dürsə, onda bura olacaq 8. Həmçinin bərabəryanlı olduğu üçün bu tərəfdə olacaq 8. Bizdən oturacağın uzunluğunu soruşur. 8 üstəgəl 8 üstəgəl x bərabərdir 22. 16 üstəgəl x bərabərdir 22, x bərabər olur 6-ya. 73-cü sual. Y-in hansı qiymətində A və B nöqtələri arasındakı məsafə 2-yə bərabərdir? 2 nöqtə arasındakı məsafəni yazaq. 6 çıx 4-ün kvadratı üstəgəl y çıx 5-in kvadratı bərabərdir 2-yə. Hər tərəfi kvadrata yüksəldək. 6 çıx 4, 2, 2-nin kvadratı üstəgəl y çıx 5-in kvadratı bərabərdir 4-ə. 4-lər islah olur. Y çıx 5 bərabərdir 0, y bərabər olur 5-ə. 74-cü sual. Uşaq anadan olanda atası 25 yaşında idi. İndi onların yaşları cəmi 45 olarsa, uşağın neçə yaşı var? Uşağın yaşı olsun A, atanın yaşı olsun A üstəgəl 25. Yaşları cəmi 45-dir. Bərabər olur 45-ə. 2A bərabərdir 20, A bərabər olur 10-a. Deməli, uşağın 10, atanın isə 35 yaşı var. 75-ci sual. İfadənin qiymətini hesablayın. Kökün dərəcəsi bir-birinə bərabər olduğuna görə bunları bir kökün altına yaza bilərik. A üstəgəl B, A çıx B müxtəsər vurma düsturuna görə bu ifadəni 6-nın kvadratı çıxılsın 2 kök altında 5-in kvadratı şəklinə yazmaq olar. Bərabərdir. 4-cü dərəcədən 36 çıxılsın 20. Bərabərdir. 4-cü dərəcədən kök altında 16. Cavab olur 2. 76-cı sual. İfadənin qiymətini hesablayın. Müxtəsər vurma düsturunun köməyi ilə açaq. 48 çıx 32, 48 üstəgəl 32 bölünsün. 21 çıx 19, 21 üstəgəl 19 bərabərdir. 48 çıx 32 eləyir 16, vurulsun. Toplayanda eləyir 80. Böl. 21 çıx 19, 2, 21 üstəgəl 19 eləyir 40. Bunlar ixtisar gedir, 2 qalır. Yerdə qalır 16. 77-ci sual. Kazım öz puluna 8 dəftər, 5 karandaş və ya 6 dəftər, 8 karandaş ala bilər. Dəftərin qiyməti karandaşın qiymətindən neçə dəfə çoxdur? 8 dəftər üstəgəl 5 karandaş. Bu Kazımın ümumi pulunun miqdarıdır. Bərabərdir. 6 dəftər üstəgəl 8 karandaş. Dəftərlərin qiymətini bir tərəfə, karandaşların qiymətini bir tərəfə yazaq. 2 dəftərin qiyməti 3 dənə karandaşın qiymətinə bərabər olur. Deməli, bir dəftərin qiyməti karandaşın qiymətinin 1,5 mislinə bərabərdir. Dəftərin qiyməti karandaşın qiymətinə neçə dəfə çoxdur? Cavab 1,5 dəfə. 78-ci sual. 2 fəhlə birlikdə tapşırığı 8 saata yerinə yetirir. Birinci fəhlə təklikdə həmin tapşırığı ikincidən 12 saat tez yerinə yetirir. Birinci fəhlə təklikdə bu tapşırığı nə qədər vaxtda yerinə yetirər? Birinci fəhlə, ikinci fəhlə. Birinci fəhlə təklikdə həmin tapşırığı ikincidən 12 saat tez yerinə yetirir. Deməli, birinci fəhlə x saata yerinə yetirirsə, ikinci fəhlə x üstəgəl 12 saata yerinə yetirir. İndi tənliyi yazaq. Birinci fəhlə bütün işi x saata yerinə yetirirsə, bir saata işin x-də 1 hissəsini yerinə yetirər. Eyni ilə ikinci fəhlə də işi x üstəgəl 12 saata bitirirsə, bir saata 1 bölünsün x üstəgəl 12 hissəsini yerinə yetirər. Bərabər olur. 2 fəhlə birlikdə 8 saata yerinə yetirirsə, 1 saata işin 8-də 1 hissəsini yerinə yetirər. İndi bu tənliyi həll edək.
x üstəgəl 12 üstəgəl x bölünsün x vur x üstəgəl 12 bərabərdir 8-də 1. 2x üstəgəl 12 bölünsün x kvadratı üstəgəl 12x bərabərdir 8-də 1-ə. Çarpaz vuraq. 16x üstəgəl 96 bərabərdir x kvadratı üstəgəl 12x. X kvadratı çıxılsın 4x çıxılsın 96 bərabərdir 0. Bir kökü olur müsbət 12, digər kökü olacaq mənfi 8. Vuranda mənfi 96, toplayanda müsbət 4 edir. Zaman mənfi ola bilməz, deməli x-in cavabı olur 12. Bizdən birinci fəhlənin yerinə yetirmə müddətini soruşur, yəni x-i. X-i də 12 tapdıq. 79-cu sual. Düzbucaqlının bucaqlarından birinin tənböləni onun tərəfini yarıya bölür. Düzbucaqlının kiçik tərəfi 4 olarsa perimetri soruşur. Şəkli təsvir elədik. Bu düzbucaqlının bucağının tənbölənidir. Bu da qarşı tərəfi yarıya böldüyü parçalardır. Düzbucaqlının kiçik tərəfi 4-dür. Biz bilirik ki, düzbucaqlının qarşı tərəfləri paraleldir və bu da həmin paralel tərəfləri kəsən düz xəttdir. Onda bu bucaqla bu bucaq daxili çarpaz bucaqlardır və bir-birinə bərabərdir. Digər tərəfdən bu üç bucaq bərabər yanlı üç bucaq oldu, çünki oturacağı bitişik bucaqlar bərabərdir. Bura 4-dürsə, burada 4 olur. Şərtdə deyilmişdi ki, tənbölən tərəfi yarıya bölür. Onda bura 4-dürsə, burada 4 olur. Perimetri tapmaq üçün 2 vurulsun 4 üstəgəl 8, 2 vurulsun 12, cavab olur 24. 80-ci sual. Stolun üzərindəki dik duran qələmə ondan 150 sm uzaqlıqdan fənər tutularsa, qələmin arxasındakı divarda 48 sm uzunluğunda kölgəsi əmələ gəlir. Qələmin hündürlüyü 30 olarsa, qələm ilə kölgə arasındakı məsafəni tapın. Bu məsafə 150 sm-dir. Kölgənin uzunluğu isə 48 sm-dir. Qələmin öz hündürlüyü 30-dur. Bizdən qələm ilə kölgə arasındakı məsafəni, yəni buranı soruşur. Oxşarlıqdan istifadə etmək lazımdır. Burada görünür ki, bura 90 dərəcədir, çünki stolun üzərində dik duran qələm, yəni 90 dərəcəli bucaq əmələ gətirir və 2 dənə düz bucaqlı üç bucaq əmələ gəldi. Bu bucaqları ortaqdır, çünki həm böyük bucaqda, həm də kiçik bucaqda bu bucaq bərabərdir. Bura olsun alfa. Digər tərəfdən bir bucağı 90, digər bucağı bərabərdirsə, onda üçüncü bucaqda bir-birinə bərabər olur. Burada olsun beta. İndi uyğun tərəflərin nisbətini yazaq. Kiçik bucaqda betanın qabağında duran tərəf 150-nin, böyük bucaqda betanın qabağında duran tərəf 150 üstəgəl x-ə nisbəti bərabərdir. Kiçik bucaqda alfanın qabağında duran tərəf 30-un, böyük bucaqda alfanın qabağında duran 48-ə nisbəti. İxtisar gedir, burada qalır 5, 1. 150 üstəgəl x bərabərdir 5 vurulsun 48. 240. X bərabər olur 90-a. Doğru cavab olur 90. 81-ci sual. 22 şagirddən ibarət sinifdə yalnız rus dili fənnindən məqbul qiymət alanların sayı, yalnız ingilis dili fənnindən məqbul qiymət alanların sayından 3 nəfər az, həm rus, həm də ingilis dili fənnindən məqbul qiymət alanların sayı isə 7 nəfər olarsa, yalnız ingilis dilindən məqbul qiymət alanların sayını tapın. Venn diaqramı təsvir eləyək. Bu tərəf olsun rus dili, bu tərəf olsun ingilis dili. Hər iki fəndən məqbul qiymət alanların sayı 7-dir. Ortaya yazırıq 7. Yalnız rus dilindən məqbul qiymət alanların sayı, ingilis dilindən məqbul qiymət alanların sayından 3 nəfər azdır. Rus dili x olsa, ingilis dili olacaq x üstəgəl 3. Çünki ingilis dilindən 3 nəfər azdır. Və sinifdə cəmi 22 şagird var. Bu 3 dənə verilənləri toplayıb 22-yə bərabər eləyək. 2x üstəgəl 10 bərabərdir 22, 2x bərabərdir 12, x bərabər olur 6-ya. Yalnız ingilis dilindən məqbul qiymət alanların sayını soruşur. 6 üstəgəl 3, doğru cavab olur 9.